Esselamu Aleyküm. Bu günləri önəmli bir məsələ haqqında strateji bir yanaşma ortaya qoymağa çalışacağıq. Bəqərə surəsində, Quran-Kərimdə, demək, daha doğrusu Tövbə surəsi 60-cı ayədə zəkatın verilə biləcəyi 7 təbəqə sayılır. Bildiyiniz kimi, ümumiyyətlə insanlar yardım eləmək istəyən, sədəqə, zəkat, fərqli də yardımlar eləmək istəyən insanların ilk verdiyi sual odur ki, belə çox kasıb tanıdığın kim var? Belə acından ölən, imkansız, ümumiyyətlə də yəni. Nədənsə insanlar yardım eləyəndə, məsələn, maddi kiməsə dəstək göstərəndə çox belə həddən artıq kasıb bir adam axtarırlar ki, yəni belə üzr istəyirəm, yəni yerlə sürünsün, acından ölsün, elə bir adam axtarırlar. Və düşünürlər ki, nə qədər kasıb tapsalar, bunun fəziləti bir qədər daha çoxdur, amma elə deyil həqiqətən. Demək, Quran-Kərimdə Tövbə surəsi 60-cı ayədə Allah Teala zəkatın veriləcəyi 7 qrupdan bəhs edir. Demək, bunlar kimlərdir? 1. Fəqirlər, sonra miskinlər, sonra demək, qəlbləri İslama, imana, İslama belə deyək də isimləşdirilmək, həvəsləndirmək də belə deyək, sevdirmək məqsədi ilə belə deyək, bir qrup, hansı ki, onlar İslamı yeni qəbul ediblər və ya qəbul etmək istəyirlər. Daha sonra demək, kimlər gəlir burada? Kölələr, tamam, kölələr, hansı ki, onlara o dövrdə kölələrin sahiblərinə pul verirdilər ki, köləvi azad elə də. Sonra borclular, daha sonra Allah yolunda olanlar və yolda qalmışlar. Bu qrupları Allah Teala sayır. Biz bu qrupların hamısını saymayacağıq. Burada mən sadəcə borclular qrupuna toxunmaq istəyirəm. Borclular qrupu burada neçənci sırada gəlir? Demək, fəqir, miskin, demək, qəlbi İslama isimləşdirənlər, daha sonra kölələr və borclular 5-ci sırada yer alır. O borclulardan sonra kimlər gəlir? Allah yolunda olanlar və yolda qalmışlar. Yəni yolçular, uzaq yoldan gələnlər falan. Məsələ nədir? Cəmiyyətdə kifayət qədər çox maddi durumu çox aşağı olan. Burada ümumiyyətlə onu deyim ki, fəqir və miskin o deməkdir ki, heç bir şey olmayan. Burada fəqir və miskin sözlərinə fərqli mənalar verirlər ki, biri odur ki, ümumiyyətlə heç nəyə yoxdur. Biri də odur ki, vardı amma kifayət eləmir yəni buna. İstəyən Allah bunların, yəni belə baxanda borclular və digər qruplar da müəyyən qədər fəqir və miskin kateqoriyasına daxil ola bilər də. Yəni öz zəruri ehtiyaclarını ödəyə bilməyən qrup onlardan söhbət gedir və bu dünyada kifayət qədər böyük bir rəqəmdir. Hal-hazırda dünya iqtisadiyyatının ən böyük problemlərindən birisi də yoxsulluqdur. Yoxsulluğun aradan qaldırılması üçün müəyyən proqramlar həyata keçirilir, amma əsrlərdir yoxsulluq aradan qaldırıla bilmir. Digər problemlər də var təbii ki. Və bizim Azərbaycan reallığına baxanda da insanlar həmişə belə acından ölən, belə əməlli başlı kasıb adam axtarırlar ki, yox mən ona versəm daha fəzilətli olacaq. Və bizim bəzən təəssüf olsun ki, ən yaxınımızdakı adamları biz yaddan çıxardırıq. Onların ehtiyac sahibi olduğunu görmürük. Biz uzaqdakı insanları axtarırıq ki, görək kim tapa bilir, onlara yardım edək. Mən burada nəyə toxunmaq istəyirəm? Borclu qruplara toxunmaq istəyirəm. Ümumiyyətlə, hal-hazırda dünya iqtisadiyyatında ən böyük problemlərdən birisi borcdur. Dövlətlərin borcu və şirkətlərin borcu. Eyni zamanda da, məsəl üçün, investisiya bazarlarında insanların borclanaraq investisiya eləməsi böyük problemlərdən birisidir. Buna kaldırac deyirlər. Yəni, sənə borc verir ki, ala bu borcu sənə verirəm, ged investisiya elə. Sən də düşünürsən ki, mən borcu alıb investisiya edəcəm, qazanacam, sonra investisiyanı qaytaracam. Zaten bu Amerikadakı 2008 maliyyə böhranı falan da bu kimi, yəni borclanmadan ortaya çıxmışdı. Borclanma səbəblərindən ortaya çıxmışdı. Və indi biz onları qoyuruq qırağa. Bir insan müxtəlif səbəblərdən dolayı borclana bilər. Biz burada zəruri ehtiyaclarından, məqbul səbəblərdən dolayı borclanan şəxsləri biz burada müzakirə edəcəyik. Demək, bu insanlar normal həyatları var, ailəsi, işi, gücü, amma müəyyən səbəblərdən dolayı borca girib. Bu nə ola bilər? Adam, məsəl üçün, müəyyən qədər maaşı var, o aylıq onu müəyyən qədər dolandırır. Amma, məsəl üçün, həkimlə, xəstəxana ilə, iynə dərmanla, toyla, xeyirlə, şərlə, fərqli şeylərdən dolayı bəzən insanın xərci artır, aylıq xərci artır, fərqli səbəblərdən dolayı və o ayın sonunda gəlir, o xərcləri qarşılaya bilmir. Nə əməm? Orada bir kəsir əmələ gəlir, defisit əmələ gəlir və həmin adam o defisiti bağlamaq üçün neyinir? Borca başvurur ki, mənə borc ver, bu aydan çıxımda belə deyək. Və bu borc türklər nədir? Borc sarmalı, borc labirinti, çıxa bilmirsən oradan. Çünki gərək çox ciddi bir qənaət eləyəsən ki, o borcu bağlaya biləsən də. Və bu borc hər ay yığılır, belə arta-arta doğru gedir. Mən ətrafımda tanıdığım bir neçə adam var, onların üzərindən mən bu şeyi təfəkkür eləmişəm, düşünmüşəm.
Demək, bu insan kifayət qədər faydalı ola bilər. Produktivdir, çalışqan, xidmət edən, insanlara fayda verə biləcək potensialda olan bir adamdır. Eyni zamanda yoxsullara, miskinlərə yardım edib dəstək göstərə biləcək potensialdadır. Bu maddi olmasa da fiziki olaraq fərqli şəkillərdə o kasıblara, miskinlərə dəstək və yardım göstərə bilər. Öz ətrafına insanlara fayda verə bilər. Amma verə bilmir. Niyə? Çünki borc yükü altındadır. Bildiyiniz kimi Peyğəmbər sallallahu aleyhi və səlləmin borcla bağlı çoxlu belə deyək, hədisləri var. Eyni zamanda Quran-ı Kərimdə Allah Taala nə deyir? Borclara möhlət verin. Əgər onlar borcu qaytara bilmirlərsə, onları sıxışdırmayın və onlara borcu bağışlasanız, bu bilsən də bu sizin üçün nə qədər xeyirlidir. Yəni borc vermirsən, baxırsan ki, adam borcunu qaytara bilmir. Ya ona uzun müddətli bir möhlət ver, ya da ki, onu ona bağışla. Tamam, belə bir ayət var və Peyğəmbərimiz də borclanmamağa, daha borclanmaqdan insanları uzaqlaşdırır, amma insanlara borc verməyə də təşviq edir ki, yəni kiminsə səndən gəlib borc istəyirsə, ona borc ver, ona dəstək göstər. Və burada biz və Allah Rəsulü sallallahu əleyhi və səlləm borcla bağlı başqa şeylər var ki, borcun altına girən insan yalan danışar. Çünki borcunu verə bilmir, başlayır yollar axtarmağa, onu yalan danışmağa vadar edir. Və başqa həmin borc yükü altında olan insan gizlənir, qaçır, görünmək istəmir, ibadətdən uzaqlaşır, cəmaatdan uzaqlaşır. Fərqli də onun bir şəxsiyyətində özündə bir nə deyək, yəni küçümsəmə, bir qırılma, bir zəiflik hiss edir özündə. Bu onun həqiqətən həyatına, həyatın bütün aspektlərinə təsir edir. Və bu insan nəinki ətrafına, özünə, ailəsinə belə fayda verə bilmir. Normal oturub düşünə bilmir, təfəkkür elə bilmir, iş qura bilmir, iş görə bilmir. Daha beyni təfəkkür elədir, borclarda. Borcları nə edəcəm, borcları nə tərə qaytaracam, hələ bu borc yükü çoxdursa, çox adamdan alıbsa, daima bunu narahat edirlər, zəng edirlər, o onlardan qaçır. Ya bu adam artıq bir nəsə yaxşı işlər görə bilər, amma görə bilmir. Dolayısıyla biz əgər, və məsələ nədir? Biz əgər bu adam borc yükündən qurtarmasaq, bu bir yerdən sonra düşəcək aşağı qruplara. Yəni nə? Əslində keçmiş dövrlərdə borcunu qaytara bilməyənləri kölələşdirirdilər də. Həmin insan müəyyən qədər köləliyə doğru gedəcək. Daha sonra baş verəcək miskin, fəqir, yoxsul kateqoriyasına düşəcək. Çünki borc yükü altına o qədər o stres keçirir ki, işləyə bilmir, pul qazana bilmir və yavaş-yavaş bunun maddi durumu daha da pisləşir. Və nə olur? Hələ bu əgər belə deyək, bir həssaslığı yoxsa ki, bankada girirsə, borclarını qaytarmaq üçün, o ümumiyyətlə fəlakətdir, yəni. Və həmin insan düşür hara? Lap aşağı qrupa düşür, yoxsulluq fəqirlərin arasına düşür. Və biz bu adama vaxtında kömək eləməsək, bu aşağı qrupa düşəcək və cəmiyyətə və insanlara yük olacaq. Təbii ki, mən burada cəmiyyətdən öncə həmin insanın özünü biz düşünməliyik, onun şəxsiyyətini qorumaq baxımından, onun özünü qurtarmağa çalışmalıyıq. Və dolayısıyla bu zaten nəticədə dediyim kimi cəmiyyətə əlavə yük yaradır. Bu mənfi mənada demirəm, yəni artıq yoxsulların sayı artır. Dolayısıyla biz yoxsulları, belə deyək də, lap aşağı kateqoriyada olan şəxsləri yuxarı qaldırmaqdansa, aşağıya düşmə təhlükəsi olan insanları aşağıya düşməkdə qorumaq lazımdır. Zaten biz lap aşağıda olan şəxsləri, yəni yoxsul, miskin, fəqir olan insanları yuxarı qaldırmaq çətin məsələdir. Sən onu mümkündür, amma çətin məsələdir. Yəni onu psixoloji olaraq yoxsulluqdan qurtarmaq belə çətin məsələdir. Sən ona verdiyin ona müəyyən qədər zəkat payı, onu müəyyən müddət yoxsulluqdan qurtara bilər. O ondan iş qura bilməz, özünü inkişaf elətdirə bilməz. Təbii ki, bunun olduğu hallar olur təbii ki. Amma əlimizdə faktiki olaraq, yəni belə deyək də, normal bir vəziyyətdə olan insan var da, biz onun mənfiyə düşməyin qabağını almalıyıq. Məsələn, şəriətdə belə bir qayda var. Cəlbi mənafi, nə deyir? Demək, yox, dəf-i məfasid cəlbi mənafidən evladır. Yəni, fəsad şeylərin dəf edilməsi, faydaların cəlb edilməsindən daha prioritetdir deyək də, yəni racihdir deyək, belə deyirlər. Yəni, biz görək nə qədər qazana bilirik, yox, görək biz nə qədər zərərdən uzaq dura bilirik. Yəni, biz görək nə qədər yoxsulluqdan qurtara bilirik. Bu yanaşmadan çox görək biz nə qədər insanı yoxsulluğa düşməkdən qurtara bilirik. Yəni, bu yanaşma və qayda bu olmalıdır. Biz insanları yoxsulluğa düşməkdən qorumalıyıq. Yəni, o sərhəddə olan insanları qorumağa çalışmalıyıq. Əgər bunları ondan sonra keçirik ikinci plana. Nə üçün? Əgər biz bu yoxsulluğa düşməyə təhlükəsi olan insanları həmin o sərhəddən,
yoxsulluğa düşməkdən qurtarsaq, yəni onların borclarını bağlasaq, o insan özünü daha artıq güvəndə hiss eləyəcək, daha rahat olacaq, insanların içində qarşılayacaq, gələcək, gedəcək, artıq işinə fokuslana biləcək, odaklana biləcək, iş görə biləcək, artıq stres, gərginlik, baskı altında özünü hiss eləməyəcək. Bu bütün həyatına yansıyacaq, yəni bir özgüvən gələcək ona. Nə baş verəcək? İnkişaf eləyəcək, qazanacaq və başlayacaq həm öz problemlərini həll etməyə, həm də cəmiyyətin yükünü götürməyə. Və artıq biz həmin insanla qol-qola verib aşağıda olan o, yəni yoxsul, fəqir, miskin təbəqədəki insanları qurtarmağa, yuxarı qaldırmağa çalışacağıq. Artıq bizim belə deyək də səhvlərimizdəki insanların sayı artacaq və biz o insanlarla daha çox faydalı işlər görə biləcəyik. Yəni mənim həqiqətən məncə kifayət qədər bu məntiqli, önəmli bir yanaşmadır. Biz dediyim kimi birinci öz ətrafımızdakı insanlara baxmalıyıq ki, hansı ki, yəni onlar o pis vəziyyətə düşə bilərlər. Bəli, yəni müəyyən qədər siz soruşsaz, borclu insanların halı, onların yaşadığı psixoloji durum həqiqətən çox çətin məsələdir. Ona görə sizə sədəqə, zəkat və digər yardımlarınızı eləyərkən görün mən harda kimi, hansı belə ən belə pis vəziyyətdə olan, sürünən, ölən, itən, acından ölən elə insan görüm harda tapıram. Yəni bu doğru yanaşma deyil yəni. Çünki yoxsulluq fərdi addımlarla aradan qaldırılan bir şey deyil yəni. Yoxsulluq kütləvi, kollektiv, institusional addımlarla aradan qaldırıla bilər. Yəni 1-2 dənə adamı sən tutaq ki verdin, adam 1 illik və 5 aylıq belə deyək də ehtiyaclarını qarşıladı və sonra o digər yoxsullar, yəni yoxsulluğu aradan qaldırmaq üçün bu təlim, tədris, maarifləndirmə, onlar üçün infrastruktur qurmaq, onları bir araya yığmaq, onları müəyyən şəkildə yönləndirmək, istiqamətləndirmək. Yəni bu kimi tədbirlər görülmək. Bu kimi tədbirlərin görülməsi üçün isə sağlam kadrlar, sağlam insanlar lazımdır ki, bundan oturursan, düşünəsən, istişarə eləyəsən, plan qurasan və hərəkətə keçəsən. Dolayısıyla biz yoxsulluğu, kasıbçılığı o bir atımlıq güllələrlə həll edə bilmərik yəni. Və dediyim kimi cəmiyyətin o elm tələbələri, Allah yolunda olanlar, bax sonra deyirik bu yolda qalanlar, borclular, bu qrupu xilas eləmək, qurtarmaq lazımdır ki, cəmiyyət daha da güclənsin. Ondan sonra biz keçək artıq o aşağı təbəqədə olan insanlara yardım edək.